Salam hörmətli izləyicilər, hazırda mən şəhidimiz sahibin məzarı üstündəyəm. Dediyim kimi bu şəhidimiz bizim antiterror əməliyyatında şəhid olmuşdu. Bugün onun mövlududur. Şəhid olmasaydı 30 yaşını qeyd edəcəkdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onun qardaşına söz veriləcək. Orxan müəllim, nə deyə bilərsiniz onun haqqında, zəhmət olmasa? Bir kəlmə deyərdiniz də. Bizim nəslimizin son bir şeyiydi. Allah rəhmət eləsin. Uşaq vaxtından hərbiyə hər zaman həvəsi olurdu. Və vaxtından Svanska məhəllə məktəbinə daxil olub oranı fərqlənməklə bitirib. Daha sonra bütün son nəfəsinə qədər Cəbhə bölgəsində olub.